düz olasın. Düzlüğe heç mi çatır? Düzdür, sənin ziyanlı olsa da sən düz ol. Axırda o düzlük sənə gəlib nəsə bir şeyə çatdıracaq. Hara getdi? Vətənimizi, elimizi, ailemizi, rayonun adamlarını çalışın ki, onlara qarşı mehriban olasınız, onları yüksəklərə qaldırasınız, onların adını yüksəldəsiniz. Həmişə xabarda zirvələrdə olasınız. Sizin aranızda hərbçilər də var. Uygumalısı hərbçilərin bilinci. Bir daha hərbçilərə can sağlığı arzu verir, onları təbrik edir. Hərbçilər olmasaydı, yəqin ki, bugün Azərbaycan bütöv olmazdı. Azərbaycanın bütöv olmasında hərbçilərin uyğu olardı. Düzdür, burada aramızdan gedənlər, şəhid olanlar da var. Daha onlara alanlara can sağlığı arzu edilir. Arzu edirik ki, həmişə çox sağ olun. Sağ olun. Bugün münasibətlər. Deyirəm, can sağlığı arzu edirəm. Bugün emin xoşbəxtlik. Çox sağ olun. Ona arzu edirik, mən ayrıldım. Çox sağ olun. Əlamətlər gündə, əlamətlər çox yadda olan tüm əzimlərimizin bir olanları, bir daha məlumatlarına xoş gəldiniz. Hoş gelmişsiniz, qədəmləriniz, mübarək olsun. Doğrudan da sizinle bugün əsrin bir hissəsini keçəndən sonra sizinle görüşmək çok mənalı, çok yadda qalanır. Çünkü iller keçir, hayat değişir, zaman değişir, her şey değişir. Çünkü değişmən heç nə yoxdur, her şey değişməkdədir. Bugün məzunlarımız maşallah Ali məktəblər tutarlar, hamısı məzun, elmin, istehsalatın, müxtəlif sahələrində işləyirlər. Bu bizim fəxrimizdir. Bunu oturan məzunlarımız, bizim ideoloji iş sahəsində fəaliyyəti çox yolda qalır. Çünki bizimlə bu vaxtda işlədiyimiz dövrdə həm sizin, həm bizim bugün gecikmək bizim de oluyor, burada incirliğimiz de oluyor, incirmemiz de oluyor. Tabii onu unutmadılar. Çünkü sert olmayan yerde dinamika inkar yoktur. Ve buna göre de doğrudan da bugün sizinle bu parlak, nurlu, ışıklı, güneşi sıfatınızı görmek oldukça yadda kalınır. Çünkü böyle hatireler hiç vakit unutulmuyor. İller geçir, bu hoş hatireler yerden sıfırlıyor. Bu şagirlerin çoxunun şəkilləri var, evləri baxırlar bunlara. Yada düşür, hər bir şagirlərlə müəllimələrin görəndə çoxu burada, mən dərsləyən şagirlərin çoxu valideyni müəllim də orada canları sağ olsun. Soruşan ki, uşaq halıya müəllimin İsrailində görüşür, soruşuyor. Mehriban xanım halıya, ama bugün görüşür, öğrenmiş onu tanıdır. Bu həyatdır, bu xoşbəxt olsun. Hamız xoşbəxt olur. Ona görə də bugün görüşməyimiz çox xeyirxah işdir. Çünki sizin hər birinizin arzusudur ki, müəllimlərinizi yaşar. İllər keçir, insanlar vaxtıyla məktəbdə oxuduğu illərdə də pis dediyi müəllimə, sadəcə pis dediyi müəllimə illər keçəndən sonra onun fikrini değişir ki, yok, pis olmayın. O en yaxşı müəllim olur. Ben bunu öz təcrübəmdə görürəm ki, indi o şairlər görüşürəm, çox belə ibrətamiz sözlər deyirlər ki, biz sizin qədrinizi bilməmişik. Xoş sözlər deyirlər. Halbuki o məktəbdə heç bana salam vermişdir. Bir də təbiidir, uşaq aləmindən işləmək əlbəttə çətindir və eyni zamanda uşaqlarla işləmək də çətin olduğu da şərəflidir. Mən sizə can sağlığı. Ancaq